Salam, bugün mən sizin üçün 5-8-ci sinifin məntiq Muşfiq Əliyevin kitabından 172-ci səhifə çəkib 9-cu tapşırığı çəkirəm. Burada bizə nə deyir? Bizə deyir ki, bu ortadan bölünən kvadratları əgər bağlayarıqsa, qatdalasaq, bu rəngləmiş kvadratların örtülər hansı rəqəm örtülərsə onu yazmırıq, hansı örtülmürsə o rəqəmləri yazmalıyıq. Deməli bizə açıqda qalar 1, 4, bir də 7. Bunları toplayanda variant olur 12. 10-cuya baxaq indi. Əgər 10-cuda baxırıq, əgər bu iki rəqəmli qatlayanda bağlanır, burada 3'ü qalır bizə açıqda, yazırıq 3. Sonra 4'ü yenə bağlanır, 5, 6 da bağlanır. 7 də burada açıqda qalır bizə 8. Deməli 3'ün üstünə də 8 gəlirik, olur 11. Variant C. 11-ci tapşırığa baxırıq. 11-cidə yenə 1 bağlanır. 2 bağlanır, amma 3 qalır açıqda. Ağ rəngi düşür üstünə. Yazırıq 3. 4'ü, 5'i də yenə düşür ağa. Yazırıq 5. Baxırıq 6 da ağa düşür. Üstə gəlirik 6. Sonra 7, 8 də bağlanır. Deməli 5'in üstünə 3, 8, 8'in üstünə 6, 14. Sonra gedirik 12-ci tapşırığı. 12-cidə 1'i, 2'si də, 3'ü də, 4'ü, 5'i də, 7, 6 qalır açıqda, ağ rəngdə. Sonra 8, bir də 9 da qalır açıqda. Deməli üstə gəlirik 8, üstə gəlirik 9. 6'ın üstə 8 gələndə 14, 14'ün üstündə də 9 gələndə 23. Burada baxaq. 1 yazırıq 1. Sonra burada 7 burada qalır. Üstə gəlirik 7. Sonra da 8. Üstə gəlirik 8. 7, 8, 16. Cavab olur burada 16. Sonra 1, 2, 3 yazırıq.